Salam, hər vaxtınız xeyir. Üçüncü dərsimiz tərs mütənasiblik asılılıqdır. Tərs mütənasiblik asılılıqda biz bilirik ki, cəmiyyətlərdən biri artanda digəri azalır. Yəni 2 dənə cəmiyyət verilir bizə. Tutaq ki, x, y cəmiyyətləri. X artanda y azalır və bu zaman eyni dəfə, yəni biri 3 dəfə artırsa, digəri də 3 dəfə azalır. Və yaxud da ki, x azalır, onda y artırsa, yenə eyni dəfə. Bu da deməli nədir? Tərs mütənasib cəmiyyətlərə nümunədir. Tərs mütənasib cəmiyyətlərin hasili eyni bir ədədə bərabərdir. Yəni x-i y-ə vuranda eyni bir ədəddir k. K-ya da nə deyirdik? Mütənasiblik əmsalı. Mütənasiblik əmsalı. Deməli, hasili eyni bir ədədə bərabər olmalıdır. Bu qaydalara əsasən tapşırıqlara baxaq. X, y tərs mütənasibdir. X bərabərdir 2, y bərabərdir 3 olarsa 1 və 5 arasında yerləşən x-in tam qiymətləri üçün cədvəli qurun. Deməli, biz burada nömrə 1-də x bərabərdir 2, y bərabərdir 3-dürsə, deməli, k-nı tapmaqdan ötürü 2-ni vurmalıyam 3-ə. Elədi 6. İndi k-sı 6 olan cədvəl qurmalıyam 1-5 arasında. Yəni bizə lazımdır x-dən y, x, y. X olsun 1, y olsun, daha doğrusu 2 olsun, sonra x olsun 3, 4 olsun, bir də 5 olsun. İndi mən y-i tapmalıyam və bir-birinə vuranda 6 eləməlidir. 6 eləməkdən ötürü deməli 1-dirsə, burada olmalıdır 6. Ki 1-i 6-ya vuranda 6 eləyim. 2-dirsə 3, 3-dürsə 2, 4-dürsə 6 olmaqdan ötürü 1,5-ə vururam. 5-dirsə 6 olmaqdan ötürü yazıram burada. 5 vurulsun y bərabərdir 6-ya. Y-i də tapanda 6-nı bölürəm 5-ə. 6-da 5 bir dəfə, onda da 5 2 dəfə. Deməli 1,2 də burada olmalıdır. Ki bunların hamısının hasili 6-ya bərabər olsun. İkinci tapşırıqda cədvəli tamamlayın. Cədvələ baxıram. Burada nəyə? Bax, biri 5-dir, biri 4. Deməli, k-nı tapanda k bərabərdir nömrə 2. 5 vur 4. K-sı 20-dir. Deməli, hamısının hasili 20 olmalıdır. Deməli, burada y-i tapmaqdan ötürü 8-i vurmalıyam. Y-ə bərabər olmalıdır 20-yə. Y də bərabərdir. 20-ni bölməliyəm 8-ə. 4-ə ixtisar getsin, qalsın 5 bölünsün. 2, 5-i də 2-yə böləndə eləyir 2,5. Deməli, cədvəlin burasına yazıram 2,5. Sonra burada x-i tapmaqdan ötürü yenə x vurulsun 6 bərabər olmalıdır 20-yə. X də bərabərdir 20 bölünsün 6. 2-yə ixtisar gedir, qalır 10 bölünsün 3. Bu da eləyir 3,3-də 1. Deməli, cədvəlin burası da olmalıdır 3,3-də 1. Sonra 5,6-nı vurmalıyam y-ə bərabər olmalıdır 20. Y də bərabərdir. 20-ni bölməliyəm 5,6-ya. İkisini də 10-a vururam. 200 bölünsün 56 olur. Bunlar da 4 ixtisar gedir. 4 ixtisar gedəndə qalır 50 bölünsün. 56-da da 4, 14 dəfə. Bunlar yenə 2 ixtisar gedir. 25 bölünsün 7. Tam hissəsini ayırsam 7 dəfə 3-ün 21 eləyir. 7-də 4. Deməli, burada dolaşdı 3,7-də 4. Sonra bunu 0,3-ə vurmalıyam. X vurulsun 0,3 bərabərdir 20. X də bərabərdir 20 bölünsün 0,3. İkisini də yenə 10-a vururam. Eləsin 200 bölünsün 3. İxtisar yoxdur. 20-də 3 6 dəfə 18 eləyir. 20-də 3 yenə 6 dəfə 18 eləyir. 3-də 2. Deməli, cədvəlin burasına da yazmalıyam 66,3-də 2. Sonra bunu tapmaqdan ötürü x-i bilmirəm neçədir. X-i vurmalıyam 0,63-ə bərabər olmalıdır 20-yə. Buradan x-i tapmaqdan ötürü 20-ni bölməliyəm 0,63-ə. İkisini də 100-ə vururam, eləyir 2000 bölünsün 63. Burada da tam hissəsi yoxdur. Yəni ixtisar getmir. 2000-i bölürəm 63-ə. 3 dəfə olanda 180, o da 9. 189. Çıxdım qaldı 11. Burada da bir dənə sıfırı düşürəm. 110-da da 63 olar. Bir dənə də çıxım. Ondan 9 çıxanda 1, 9-dan 8 çıxanda 1. Ha, düzdür. 2 dəfə olanda 120 eləyir bir dəfə. 63-ü çıxıram.
Ondan 3 çıxanda 7, ondan da 6 çıxanda 4. Deməli, cavab eləyəsidir 31 tam 63'te 47. Sonra 1000'di. 1000'i vurmalıyam x'e beraber olmalıdır 20'ye. Buradan x de beraberdir 20 bölünsün 1000. Sıfırları ixtisar eləyirəm, qalır %2. Bu da 0 tam %2 eləyir. Buraya yazıram 0 tam %2. Sonra burada x'i vurmalıyam 15'e. Beraber olmalıdır 20'ye. X'i tapmaqdan ötürü də 20'ni bölürəm 15'e. 5'e ixtisar edir, qalır 4 bölünsün 3. Bu da 1 tam 3'te 1. Burada yazıram 1 tam 3'te 1. Axırıncı 800'ü vurmalıyam y-ə. Beraber olmalıdır 20'ye. Y-i də tapmaqdan ötürü 20'ni bölməliyəm 800'e. İçini də 4 ixtisar edirəm. 5 bölünsün. 4 ixtisar edəndə 5 bölünsün 200 olur. Bunu da yenə 5'e də ixtisar eləsəm qalar 40'da 1. 40'da 1 də buradakı cədvəlin buradakı hissəsinin cavabı olar. Deməli, ikinci tapşırıqdakı cədvəli tamamladıq. İndi baxaq, üçüncü tapşırıqda cədvəldə deyir, mütənasiblik əmsalını təyin edin. Cədvəldə mütənasiblik əmsalını təyin eləməkdən ötürü bir-birinə vurmalıyam. 1,5'i 4'ə vuranda eləyir 6, 3'ü 2'yə vuranda 6, bunlar da vuranda 6, 12'yi 1,2'yi 5'ə vuranda da 6. Deməli, k bərabərdir 6. İkinciyə baxıram. Deməli, 6'da 5'i 3'ə vurmalıyam da mən. Burada vurum 6'da 5'i vurmalıyam 3'e. Altında 1 var. Bunlar ixtisar edir, qalır 2. 5'i də 2'yə böləndə eləyir 2 tamamda 5. Deməli, bu mütənasiblik əmsalı k bərabərdir 2 tamamda 5'dir. 2 tamamda 5'i 1'ə böləndə də 2 tamamda 5 eləyir. 4'də 15'i 3'ü 2'yə böləndə də 2 tamamda 5 eləyir. 8'i bir dənə 8'i də böl axsıyıq. 8'i bölməliyəm 16'da. B-yi bölmək nə idi? Vurmalıyam. 8'i vurmalıyam 16'da 5'e. Burada da 1'dirsə qalır 5 bölünsün 2. 8'dən 16 ixtisar edir. Bu da eləyir 2 tamamda 5. Deməli, k'sı 2 tamamda 5'dir. Dördüncü tapşırıq. K'nı tapın, cədvəl doldurun. Deməli, bir dənə burada ikisi də var. K bərabərdir. X vur y-dir. 0 tamamda 3'ü vurmalıyam 30'a. Bu da eləyir 9. K'sı 9'samsın, K'sı 9 elmalıdır. İndi yazıram 0,6 vurulsun y bərabərdir 9'a. Y də bərabərdir 9 bölünsün 0,6. Bu da 90 bölünsün 6 deməkdir. 90'ı da 6'ya böləndə 15 eləyir. Deməli, burada oldu cavab 15. Sonra buna baxıram. X'i vurmalıyam 0,36'ya bərabər olmalıdır 9'a. X'i tapmaq üçün 9'u bölməliyəm 0,36'ya. Burada ikisini də 9'a bölün. 1, burada da 0,4'tür. 1'i 0,4'e bölmək, 1'i 4'te 10'a vurmaqdır. 4'te 10'da 2,5 eləyir. Deməli, burada da 2,5 eləməlidir. Sonra üçüncü hissəni doldurmaqdan ötürü, daha doğrusu dördüncüdür. 1,8'i vururam y-ə eləməlidir 9. Y də bərabərdir 9 bölünsün 1,8. Bunlar da 9 ixtisar edir 1 bölünsün 0,2. 1'i 10 2'ye bölmək, 2 də 10'a vurmaq deməkdir. 10'u 2'ye böləndə eləyir 5. Bu da 5. Sonra burada x vurulsun 0,18 bərabər olmalıdır 9'a. X bərabərdir 9'u bölməliyəm 0,18'e. 9 ixtisar edirəm 1, 0'da 9, 0 dəfə, 1 də yenə 0 dəfə, 18'də 2 dəfə. 100'də 2'nin tərsi də eləyər 2 də 100. 2 də 100 də bərabərdir 50'yə. Deməli, burada da 50 yazsam, cədvəli yekunlaşdırmış olaram. Ters mütənasiblik 360 bölünsün x düsturu ilə verilmişdir. Cədvəli doldurun. Yerinə qoymalıyam. Deməli, x-i verdi bizə, mənfi 180 y tapmalıyam burada. Birincidə y bərabərdir 360 bölünsün
Mənfi 180. Bu da eləyir mənfi 2. Deməli, cədvəlin birinci hissəsi mənfi 2. İkinci hissədə 360'ı bölməliyəm. 360'ı bölməliyəm. X-ə. 15'e. Bunlar deməli 3'e də bölünür, 15'e bölünür. 36'da 15 olar 2 dəfə, 60'da da 15 olar 4 dəfə, 24. Sonra burada mən x'i tapmalıyam da, y-i verdi. Deməli yazıram mənfi 0,5 bərabərdir 360 bölünsün x. X'i tapmaq üçün də 360'ı bölməliyəm mənfi 0,5'e. Mənfisi qalır. İkisini də ona vururam. 3600 bölünsün 5 bərabərdir. Mənfi 36'da 5 7 dəfə. Onda da 5 2 dəfə. Bir dənə də 0 var. Mənfi 720. Sonra burada x'i tapmaqdan ötürü y-in yerinə mənfi 3 yazıram. Mənfi 3 bərabərdir 360 bölünsün x. X'i tapmaq üçün də 360'ı bölməliyəm mənfi 3'ə. Bu da eləyir mənfi 120. Bu da mənfi 120. Sonra x'in yerine 48 yazıp y'yi tapıram. Y bərabərdir 360 bölünsün 48. Bunların ikisini də 12'ye ixtisar eləyim, biraz balacalarsın. 12'ye ixtisar eləsəm 30 qalar. Bunu da 12'ye ixtisar eləyəndə 4 qalar. 12'ye ixtisar gedər. 15 bölünsün 2. 15'i 2'ye böləndə eləyər 7,5. Deməli, burada da olmalıdır 7,5. Sonra y-i verdi 0,4. Y verdi 0,4. Deməli 0,4 bərabərdir 360 bölünsün x. X də bərabərdir 360 bölünsün 0,4. Ona vururam 3600 bölünsün 4 olur. 36'da 4 9 dəfə 900. Deməli cədvəlin burası oldu 900. 360'ı 120'ye böləndə 3 eləyir. Deməli burada da yazaq, bu da axırıncını yazaq. Y bərabərdir. Yəni y yox. 1080 bərabərdir. 360 bölünsün x. X'i də tapanda 360'ı 1080'a bölməliyəm. Burada sıfırlar ixtisar gedir. Bu 36 ilə də 108 ixtisar gedir. 1. Burada da qalır 3. Deməli burada da cədvəl oldu. Axırıncı hissəsi 3'də 1. Növbəti tapşırıq düsturları ilə verilmiş asıllıqlardan hansında x, y arasında düz, hansında tərs mütənasiblik var. Bu birincisi deməli. Bax, y bərabərdir 8x-dirsə, y bərabərdir kx-dir. Yəni bu düz mütənasiblikdir. İkinciyə baxıram. Deməli, 15'i tapmaqdan ötürü x, y-ə vurmalıyam mən. Onda yazıram ki, x, y bərabərdir 15'e. Bu da deməli tərs mütənasiblikdir. Tərs. Sonra bu birində y bərabərdir x bölünsün 6'dırsa, mən bunu 6'da 1x kimi yazsam, y bərabərdir k'sı 6'da 1 olan düz mütənasiblikdir. Və axırıncısı, yox, hələ bu da var. Burada heç birinə aid deyil, kx deyil. Y bərabərdir 2x xılsın 3. Bu heç birinə aid deyil. Y bərabərdir 4. Burada da heç birinə aid olmur. Çünki burada x, y ya düz mütənasiblik olmaqdan ötürü y bərabərdir. Bunun yanında x, 4'ün yanında x olmalıdır. Tərs olmaqdan ötürü 4'ün altında x olmalıdır. Burada x olmadığına görə deməli bu da heç birinə aid deyil. Birincisi düz mütənasib, ikincisi tərs, üçüncü düz, dördüncü ilə beşinci isə heç birinə aid olmadı. Növbəti tapşırığımız koordinat sistemində qeyd olunmuş nöqtələrin koordinatlarını yazın. Hansı nöqtələrin koordinatları arasında tərs mütənasiblik, asıllıq olduğunu aydınlaşdırın. Deməli, bir-bir yazaq. Birinci buradan Q nöqtəsindən başlayayım. Q'nun koordinatı -7, 8'dir. Və Q'nun K'sını tapanda düz tərs mütənasiblik. Bir dəqiqə, nə deyir burada? Tərs olduğunu görür. Tərssə hasili bir-birinə bərabərdir. K bərabərdir 7 dəfə 8'in 56 mənfi. Bu Q nöqtəsi. Sonra bu ikinci rübdə bir dənə də var A nöqtəsi. Koordinatı olası -2, müsbət 2. Və bunu da K'sı eləyir -4.
Keçdim birinci rübə B nöqtəsi. Koordinatı 1, 4'tü. K'sı da 1'i 4'e vuranda eləyir 4. Sonra gəlir burada N nöqtəsi. Koordinatı 4, 1'dir. 4'ü 1'e vuranda yenə K bərabərdir 4 eləyir. L nöqtəsi 7, 3. K'sı da 7 dəfə 3'ün eləyir 21. Bu birinci rüblə ikinci rübü qutardım. Bir de üçüncü rübə baxaq. Dursun belə. Bu biraz pis yazdım burada. İşte bir aşağı kaldırım, bir yukarı kaldırım. Biraz baxaq. Deməli, burada indi aşağıdakılarda burada yazımcı qoy görsənsin, sonra hamısına bir yerdə baxaq. Deməli, burada yazırım M nöqtəsi koordinatı M -4 0'dır. Deməli, K'sı bunun 0'dır. Sonra D -5 -4. K'sı eləyəsi müsbət 20. D'ni yazdım. -2 -2. -2 -2. K'sı da bərabərdir müsbət 4. Sonra burada F nöqtəsi var. -8 -9. F'nın da koordinatı -8 -9 ise K'sı da bərabərdir 8 dəfə 9'un 72. Sonra bir qaldı bir dənə bu dördüncü rübümüz. Deməli K nöqtəsi. Koordinatı 5 -2'dir. Onda bu mütənasibliyi əmsalı -10'dur. S nöqtəsi koordinatı 2 -3'tür. Bunda bu koordinatı da K'sı -6'dır. P nöqtəsi qaldı bir dənə burada. P'nin də koordinatı 6 -7'dir. K'nı da tapanda 6 dəfə 7 -42. Deməli burada nöqtələrin hamısının mütənasiblik əmsalını tapdım. İndi baxıram. Eyni olanları axtarıram. Bax, -56 heç birində yoxdur. Bu getdi. Üstündən xətt çəkim ki, qoy bilim. -4. Bax, -4 olan yenə yoxdur. Buna da uyğun olanı yoxdur. 4 var ama. Bax, 4, 4. Bir dənə də burada 4 var. Deməli, B, N, bir dənə də Y. B, N, Y nöqtələri tərs mütənasibdir. Deməli, B, N, bir də Y-ni yazdım. Yazdım. Sonra 21'e olan yoxdur. Buna da tərs mütənasib olan yoxdur. 0 olan yoxdur. -20 olan yoxdur. 70 yoxdur. 10 yoxdur. 6 yoxdur. Deməli, bir dənə bu B, N, Y nöqtələri tərs mütənasib asıllığa uyğundur. Hansı nöqtə? Məsələn, onu soruşur. 8 nömrəli tapşırıq. Qatar saatdə 60 km sürətlə A məntəqəsindən B məntəqəsinə qədər yolu 9 saata getdi. Qatar saatdə 90 km sürətlə gedərsə, həmin yol nə qədər vaxta gedir? Deməli, burada 60 km yolu 9 saata getdi. Bizdən soruşur ki, saatdə 60 ilə getsib 9 saata çatdı. Saatdə 90 km sürətlə getsə, neçə saata çatar? Deməli, biz dedik ki, tərs mütənasib cəmiyyətlərin hasili eyni bir ədədə bərabərdir. Ona görə də 60'ı vururam 9'a, 90'ı da vururam x-ə. Buradan x-i tapmaqdan ötürü 60'ı vururam 9'a, bölürəm 90'a. Bunun 0 ilə bunun 0 gedir, 9 ilə də 9 gedir, qalır 6 saata gedib yerə çatmış olar. Bu oldu nömrə 8. İndi nömrə 9'a baxaq. Müəyyən yükü daşımaq üçün yük götürmə qabiliyyəti 8 ton olan 15 dənə maşın var. İndi biz bu 8 tonluğu tapmayıb 5 tonluq gətirdiksə bizə neçə dənə maşın lazımdır ki, bu yükü daşısın? Deməli, 8'i 15'e vuranda neçə eləyirsə, 5'i də x-ə vuranda əminə də eləməlidir. X də bərabərdir 8 vur 15 böl 5. İxtisar getdi, qaldı 3. 8 dəfə 3'ün, deməli 24 dənə bizə maşın lazımdır. Və 10-cu tapşırıq. 10-cu tapşırıqda deməli biz kəsrin əsas xassəsini keçəndə demişdik ki, kəsrin surəti cavabı ilə düz mütənasibdir. Yəni surət artdıqca cavab da artır. Məxrəcdən tərs mütənasibdir. Yəni məxrəc artanda cavab azalır, məxrəc azalanda cavab artır. İndi bizə nə deyir? Deyir ki, birincidə M-i dəyişmir, surəti dəyişmir.
Eni 3 dəfə artırır. Məxrəc 3 dəfə artdığına görə P 3 dəfə azalasıdır. P 3 dəfə azalasıdır. İkinciyə baxıram. Yenə indi bu səfər eni dəyişmir, yəni məxrəci dəyişmir. M-i 6 dəfə artırır, surəti 6 dəfə artırırsa P 6 dəfə artasıdır. P 6 dəfə artasıdır. Üçüncüyə baxıram. M-i dəyişmir, yenə surəti dəyişmir. Eni 5 dəfə azaldır. Bunu 5 dəfə azaldırsa, deməli cavab 5 dəfə artasıdır, tərs mütənasibdir deyə. P 5 dəfə artar. Dördüncü. Eni dəyişmir yenə. Eni dəyişmir. M-i 2 dəfə azaldır. Surəti 2 dəfə azaldırsa P ilə düz mütənasibdir. P də 2 dəfə azalasıdır. 2 dəfə azalır. Beşinciyə baxıram. M-i və eni 4 dəfə artırsaq. Deməli bu m-i də 4 dəfə artırır, eni də 4 dəfə artırır. Deməli burada 4 dənə ixtisar gedir, olduğu kimi qalır. Dəyişmir. Dəyişmir. Sonra deməli P bərabərdir. Bir dənə burada yazım 6-cıda. 6m bölünsün n'dir. Bizə nə deyir? M-i və eni 8 dəfə azaltsa, ikisi də 8 dəfə azaldır. Bunu da 8 dəfə azaldır, bunu da 8 dəfə azaldır. Kəsrin əsas xassəsini əsasən surəti və məxrəci eyni dəfə artırsaq və ya azaltsaq, kəsrin qiyməti dəyişməz. Bu da oldu 6-cı tapşırığın. 10-cu tapşırığın 6-cısı. Tərs mütənasib cəmiyyətlər haqqında bu qədər. Sağ olun. Növbəti dərsdə görüşərik inşallah.